BMW F10'da məsələ nədir? Deməli, bunda antifriz basoku dəyişəcəyik, təzə basokunu əvəz edəcəyik, gördüyünüz kimi. Deməli, görün nə işlər görür avtomobildə. Deməli, sən bana yaxınlaş, bax. Bu diodu görürsünüz burada. Götürüb bura abmanka qoyublar. Bax, necə bağlayıblar içinə, görürsünüz. Bax. Bu abmankanı qoyublar bura ki, deməli, bunu datik işləmir. Su basokunun altında belə datik var. Suyun səviyyəsini göstərir ki, Türk dilində ekranda yazır ki, motor sıvısı azdır. Yəni, su azalanda, su basokunda onun səviyyəsi az olduğunu göstərir və bu avtomobili sürən üçün xəbərdarlıqdır. Bax, götürüblər, o xarabdır deyə, götürüblər, abmanka qoyublar. Qoyublar ki, buna bildiriş gəlməsin. Bəs yaxşı, siz bunu bu tərəfə fikirləşirsiniz, deyək ki, müştərinin fikirləşirsiniz ki, artıq xərcə düşməsin, ya bəlkə o fikir eləmişsiniz ki, xərcə düşməsin, gedib bir daha 100-110 manat verib basok almasın. Bəs yaxşı, antifriz su basokunda olmasa və sürətlər panelinə, yəni monitora bildiriş gəlməsə ki, bu avtomobil antifrizi azdır, avtomobilin antifrizi olmasa, yolda getdiyi zaman qaynatsa və yaxud da ki, susuzluqdan yəni dili dodağı qurusa, bu deməli, Almanlar demiş ki, motor şaden, yəni mühərrik getdi. Yəni, belə şeylər var, yəni xahiş edirəm, işi görəndə çalışın ki, hər tərəfi müştəriyə izah edin. Ondan sonra, yəni, bunu müştəriyə inanıram ki, izah eləsəydilər, müştəri heç vaxt deməsi ki, qardaş bunu qoydu. Boşxas tapardı, gedərdi bunu düzəltdirərdi. Fərq yoxdur. Bütün BMW avtomobillərində həm elektrik işlərini görürük, babelə işləri, həm də ki, mühərrik işlərini görürük. Kim istəsə, öncədən rezervasiya eləsin, yerlərimiz mövcuddur. Təşəkkürlər, izləmədə qalın.